kimi daha yaşıl Azərbaycan üçün gənc nəsildir. Məqsədi iqlim dəyişikliyi ilə bağlı mübarizədə gənclərin məlumatlandırmaq, onların bu tədbirlə bağlı fəaliyyətlərini, rollarını artırmaq, ekoloji təşəbbüslərdə gənclərin rolunu gücləndirməkdir. Və bizim əsas fəaliyyətimiz 4 regional məktəblərdə iqlim dəyişikliyi və COP29 ilə bağlı məlumatlandırmadır. Həmin 4 regional məktəblərdən biri İmişli rayonudur, biri Cəbrayıl qəsəbəsidir, Biləsuvar rayonudur və Füzuli rayonunda olan kənd məktəblərdir. Hədəf qruplarımız isə siz gənclərsiniz. Və burada bir sual verim, ümumiyyətlə. İqlim nədir? İqlim haqqında kim nə deyə bilər? İqlim dəyişikliyi nədir? Bununla bağlı. Təbiətdə baş verən proseslərdə dəyişikliklə. Doğrudur. Təbiətdə baş verən lokal, yerli və ya qlobal səviyyədə iqlimə təsir edən uzun müddətli temperatur və hava dəyişikliklərinə iqlim dəyişikliyi deyilir. Və bu iqlim dəyişikliyi bizim planetdə 200 ildən çoxdur ki, artıq davam edir və bu həm insana, həm də ki, insana olan, daha çox insanlara təsiri müşahidə olunur iqlim dəyişikliyinin. İqlim dəyişikliyi bir də başqa hansı sahələrə təsir edir? Kənd təsərrüfatına təsir edir, havaya, suyun çirklənməsinə və s. Ən çox da bu ekoloji həssaslıq yüksəkdir harda? Cənubi Qafqaz regionunda və Dünya Bankının FAO-nun araşdırmasına gəldikdə isə onlar belə qərara gəliblər ki, maarifləndirmə səviyyəsi regionlarda və kənd ərazilərdə çox aşağıdır şəhərə nisbətən. Yəni ki, iqlim dəyişikliyi ilə bağlı, ekologiya ilə bağlı rayonlarda, kənd yerlərində maarifləndirmə çox səviyyəcə aşağı olduğuna görədir. Və bir sual da verim. Bizim təxminən 30 min il bundan əvvəl kənd təsərrüfatı ilə məşğul olublarmı sizcə? Siz nə düşünürsünüz? 30 min il bundan əvvəl olub, yoxsa yox? Olublar. Olub deyirsiniz. Amma təxminən 30 min il əvvəl ən çox ovçuluq olub. Çünki iqlim ya çox soyuq olub, mağaralarda 300 min il bundan əvvəl bizim eramızdan əvvəldə mağaralarda yaşayan insanlar olublar ki, onlar həm hava iki formada olub, həm çox isti olub, ya da çox soyuq olub. Onlar da yalnız nə ilə məşğul olublar? Ovçuluqla. Və yığıcılıq. Bəli, yığıcılıq və ovçuluqla məşğul olublar. Ovçuluqdan isə sonra keçiblər kənd təsərrüfatı sahəsinə, təsərrüfat sahələrinə keçdikdən sonra artıq başlayıblar əkinçiliklə məşğul olmağa. Və əkinçiliklə məşğul olduqda isə bu zaman günəş haqqında belə deyək də, günəş yer kürəsinə artıq istilik verib və fəsillər dəyişməyə başlayıb və bundan sonra da artıq bizdə başlayıb əkinçilik. Əkinçilik başladıqdan, əkinçiliyə keçirilib, kənd təsərrüfatına keçirilib və getdikcə də yer kürəsində temperatur dəyişikliyi dinamikası başlayıb oynamağa, yüksəlib, artıq azalıb və günəş altında hava ifrat dərəcədə isti, kölgə olduqda isə olduqca soyuq olduğuna görə bu, belə deyək, təsərrüfatın artıq yaşıllıq olmuyor. Və son 10 min il ərzində artıq 7-8 min əvvəl yer kürəsinin temperaturu stabilləşir və stabilləşdikdən sonra artıq əkinçilik və təsərrüfat işlərinə başlaya biliblər. Və yer kürəsinin istilik balansını təmin edən nədir? Karbon dioksid. Karbon dioksid yer kürəsinin atmosferinin tərkib hissəsidir və onun rolu demək olar ki, bu temperatur balansının saxlanmasında əvəz edilməzdir. Bu illik orta temperatur isə dünya üzrə 15 dərəcə Selsi təyin olunur və bu 1990-cı ilə qədər belə olur. 90-cı ildən sonra isə artıq bu 15 dərəcə Selsi dəyişməyə başlayır. Və təəssüf ki, 200 il əvvəl, bundan əvvəl sənaye inqilabı yer kürəsinin temperatur balansını pozmağa başlayıb və atmosferə atılan istixana qazları ilk növbədə karbon dioksid yer kürəsinin isinməsinə gətirib çıxara bilir. Bundan əlavə, yer kürəsində Azərbaycanın iqlim dəyişikliklərinə gəldikdə, siz Azərbaycanın iqlim dəyişikliyində nələri müşahidə edirsiniz? Siz Azərbaycanda iqlim dəyişiklikləri nələrə təsir edir? Məsələn, quraqlıq deyə bilərik, torpağın eroziyasını deyə bilərik,
qrunt suların yaranmasını deyə bilərik, torpağın eroziyasından əmələ gələn, sonra su ehtiyatlarının azalmasını deyə bilərik, sonra ekosistemlərdə dəyişikliklər deyə bilərik, bioloji müxtəlifliyin azalmasını deyə bilərik. Bunlar hamısı bizim Azərbaycanda iqlim dəyişikliyinin təsiridir. Və qlobal istiləşmə nəticəsində ən çox nə olur? Temperatur dəyişikliyi. Və bu da mühitin dəyişməsinə gətirib çıxara bilir. Potensial yaşıl enerji alternativləri. Bu barədə yəqin ki, eşitmişsiniz. Bunlar nədir? Yaşıl enerji alternativləri. Külək, sonra su, günəş, bir də yaşıl hidrogen. Belə deyək ki, son zamanlarda bir çox beynəlxalq investorlarla külək enerji stansiyaları ilə bağlı Azərbaycanın müqavilələri imzalanır. Sonra illik su ehtiyatları ilə bağlı. Ən çox su hardadır? Mingəçevir su elektrik stansiyasındadır. O əsasını təşkil eləyir. Ölkənin şirin su ehtiyatının 25% isə Qarabağ və Şərqi Zəngəzur regionlarında cəmlənməsi səbəbilə 2050-ci ildə artıq biz planlaşdırmışıq ki, net sıfır emission zona planında olsun və əhəmiyyətli rol oynamasını gözləyirik ki, bu Qarabağ və Şərqi Zəngəzurda olacaq. Günəş enerjisi ilə bağlı isə Qarabağda günəş elektrik stansiyası açılıb. Bu sahədə də dövlət, özəl sektorlar, inkişaf etmiş digər banklar arasında əməkdaşlıqlar davam edir. Və yaşıl hidrogenda isə nisbətən yeni sahədir bu, belə götürək, 2023-cü ildə Avropalı Yenidən Qurma və İnkişaf Bankının dəstəyi ilə araşdırılmağa başlayıb və bu sahədə də düşünürük ki, hansısa potensiallar olacaq Azərbaycan üçün. Gəldik ölkələrin emissiya və ÜDM-lərinə. Burada belə deyək, ən çox ölkəyə, dünyaya, planetə ziyan vuranlardan biri Çindir, Amerikadır, Hindistandır və Rusiya 4-cü yerdədir. Və COP29 nəyə görə keçirilir? COP29-un keçirilməsi ilə bağlı hər hansı bir məlumatınız varmı? Maraqlanmışsınız mı bu sahə ilə bağlı ki? COP29 nəyə görə keçirilir bütün dünyalarda və keçən il? Başqa? Ağacların əkilməsi haqqında, daha yaşıllıqların artışması. Sonra? Heyvanların qorunması. Heyvanların qorunması, sonra? Balaca cırtdan ada dövlətlər var. Həmin o dövlətlər də bir çox ziyan, zərər görürlər fırtınalardan, bu iqlim dəyişikliklərindən bəzi olur ki, həmin o adalar belə ki, yox olmaq dərəcəsinə gəlir və onların da qorunması lazımdır. Bununla da bağlı COP29-da müzakirələr gedir. Və COP29-da bir də odur ki, təbiəti, dünyanı, planeti çirkləndirən ölkələr öz üzərlərinə öhdəliklər götürməlidir. Və həmin o öhdəliklər də odur ki, onlar deyirlər ki, bəli, mənim istehsal etdiyim ən çox bu təbiəti çirkləndirən hansı ki, qazlar var və onlar bəli, bizdən olduğuna görə biz bu, belə deyək ki, zərəri qarşılamağı özlərimizə götürürük. Bununla bağlı olan bir şeydir. Amma hələ ki, bunu özlərinə götürən heç bir ölkə, dövlət olmadığına görə mübahisələr uzanır. Bəzən olur ki, belə deyək, COP29 keçirilir, amma görüşün sonu nəticəsiz qalır. Və karbon dioksidin azaldılması yolu ilə bağlı mən istəyərdim ki, danışaq. Alternativ enerji mənbələrindən istifadə. Dediyim kimi, bayaq saydıq, alternativ enerji mənbələri nədir? Sudur, su enerjisi, hansı ki, o cümlədən su elektrik stansiyaları düzəldilir. Külək enerjisidir, hansı ki, günəş enerjisidir və binaların enerji səmərəliliyi, elektrik və hibrid avtomobil mühərriklərindən istifadə hazırda ən çox hansı maşınlar alınır? Elektrik və hibrid maşınlar alınır ki, bunlar da düzdür, düşünürlər ki, təbiəti qoruyur, amma o da hardansa o enerjini alır və o da təbiətə dolayısı yolla. Belə deyək də, zərər vurulur, amma məkan dəyişdirilir. Qazla, neftlə deyil, tamam, başqa bir yolla yenə də təbiətə ziyan vurulur. Və enerjiyə qənaət məsələsi. Enerjiyə qənaəti siz necə edirsiniz evinizdə, məktəbdə? Evet, otağa gəl, buyurun. Evet, evdə insan lazım sıxışı var çünki. Aha, sonra? Məsələn, bezəli bağlama deyirlər. Aha, bəli. Sonra enerjimsə elə işıqları söndürürsünüz. Daxil olanda otağa işığı yandırırsınız, çıxanda isə artıq söndürürsünüz. Televiziyada baxdıqda istifadə elədikdə yandırırsınız, sonra çıxanda söndürürsünüz. Məktəbdə də bunları yəqin ki, edirsiniz.
Qalın ki, məsələn, bəzi var ki, məsuliyyətli istehlak və istehsal sahələri var ki, o da BMT-nin 12-ci dayanıqlı inkişaf həlləri qanununda, hədəfində yer alıbdır. Və COP-da yenə dediyim kimi baş verən əsas mübahisələr dünyaların elədikləri, planetə verdiyi zərəri özlərinə götürməmələrdir, inkişaf eləmiş ölkələr. Və onların öhdəlikləri əsas odur ki, 1990-cı il səviyyəsinə, yəni 15 dərəcə Selsiyə bu dərəcəsi havanın oksigeni dəyişməkdir və inkişafda olan dövlətlər öz emisiyalar və sektor və mənbələr üzrə hesabatlarını hazırlamağa yardım eləməkdir. İnkişafda olan dövlətlər bu işi görməlidir və mübahisəni eləyənlər onlardır və inkişaf etmiş dövlətlər maliyyə dəstəyi ilə onlar mütəmadi hesabat hazırlamalıdır və könüllü öhdəliklər götürməlidir. COP29-un əsas məqsədi bu idi və keçən il Azərbaycanda keçirildi və uğurla da bu tədbir sona yetdi və Azərbaycanda böyük uğur oldu. Azərbaycan da bu COP29-dan öz üçün hədəflər götürdü. Həmin hədəflərdən biri oldu 2030-cu ilə qədər emissiyanı 35%-ə azaltmaq, 2030-cu ildə bərpa olunan enerjinin qoyuluş gücünü 30%-ə çatdırmaq, 2050-ci ildə isə emissiyanı 40%-ə azaltmaq və 2050-ci ildə Qarabağda sıfır emissiya zonasını yaratmaq. Azərbaycanda isə bərpa olunan enerji potensialı hal-hazırda su 10%-dir, külək ümumi quruda 3 kW-dır, dənizdə 157 kW-dır, Günəş Qaradağda 0,23 kW-dır, ümumi 23 kW olmalıdır. Yaşıl hidrogen isə hazırda potensial müqavilələr var və bizim özümüzdə də görürük ki, günəş panelləri var, hansı günəş enerjisi alanlar və onun üzərində də hazırda gedirik. Və bəzi şirkətlər, məktəblər, özəl müəssisələr də ekologiyanın qorunmasına görə, yaşıl enerjinin yaradılmasına görə, sonra bu təbiətə dəyən ziyanı aradan götürmək üçün bəzi tədbirlər görürlər. Onlardan əsas biri nədir? Yaşıllaşdırmadır, hansı ki, ağac əkmədir, aksiyalar keçirirlər. İndi bir 5 dəqiqə bundan öncə artıq bizi ekoloq ətrafımızın qorunmasına yardım ictimai birliyi kimi ağac əkmə aksiyasını da dəvət etdilər və mən bunu qəbul etdim və özüm üçün də bunu bir qürur hiss edirəm ki, təbiətə hər hansı mənim də faydam olacaq. Və bundan bağlı torpaqların neft və neft məhsullarından təmizlənməsidir, abadlaşdırılmasıdır ki, bəzi yerlər var ki, indi bu İmişlidə də bizim varımızdır, neft sahəmiz. Muradxanlı yəqin ki, bilirsiniz, orada da bizim neft sahəmiz var və torpaqların rekultivasiyasıdır, tutar ki, eroziyaya uğrayan torpaqlardır, hansı ki, məsələn, beləcə Qarabağ ərazisində də var ki, bizim 30 ildə çox ki, orada əkinlər olmuyor, heç bir fəaliyyət göstərilməyib, yaxud da daha çox əkilir bir məhsul mütəmadi olaraq və orada artıq torpaq öz gücünü itirir və yenidən onu oyandırmaq üçün, gücləndirmək üçün məhsulun əkinini dəyişirlər. Yaxud gölməçələr ola bilər ki, çirklənmiş gölməçələrdir, yaxud qurut sulardır, onların qurudulmasıdır. Bir 20-25 il bundan əvvəl hardasa bizdə məcburi köçkünlər bizim İmişli rayonuna gəldikdə, orada Bəhrəkəfə qəsəbəsində onlar yerləşmişlər və beynəlxalq təşkilatlar gəlmişdi, orada arteziyan quyuları qazmışlar. Arteziyan quyuları qazmışlar, amma həmin o quyudan su gəlirdi, suyu bağlamaq üçün kran yox idi. Mütəmadi olaraq o su axırdı və o axmaqla da orada gölməçələr əmələ gəlmişdi. Gölməçələr əmələ gəldikdən sonra orada artıq başqa həşəratlar əmələ gəlmişdi və ağcaqanadlarda insanlar malyariya xəstəliyinə yoluxurdular. Və malyariya xəstəliyi də qızdırma yaradırdı və onun müalicəsi var, bəzən də təhlükəli olur ki, ölümə qədər gedib çıxa bilirdi. Və həmin vaxtlarda yenidən həmin o kranlarda artıq sular istifadə olunmadıqda bağlanması üçün onun ağzı bağlandı və həmin o qurut suları qurutmaq üçün, gölməçələri qurutmaq üçün evkalipt deyilən ağaclar vardı. O ağaclardan gətirilən əkdilər ki, o ağac gün ərzində hardasa 250-300 litrə yaxın su udur və gölməçələr o formada qurutmağa başladılar və bu da demək olar ki, ekologiyanın qorunmasına bir müsbət təsirdir. Dediyim kimi, geniş təbliğat kampaniyaları aparılmalıdır ki, hansı ki, ekologiyanın qorunmasına görə və burada da sizin üzərinizə
yük düşür ki, siz gənclər olaraq məktəbdə nə edirsiniz? Tullantıları, məsələn, zibil qutlarına atmaq lazımdır, hər yeri çirkləndirmək olmaz, ağacları, məsələn, suvarılması, yaxud da hansısa bir başqa işlər görmək. Siz bu işləri görürsünüz, hansısa bir iməcili işlərinə qoşulursunuz, yoxsa yox? Məktəbdə yox, amma evdə. Ha? Məktəbdə yox, amma evdə. Evdə qoşulursunuz. Hansı işləri görürsünüz məsələn? Ağacı sulamaq, Aha, budamaq. aha, Belə. çox gözəl. Başqa hansı işləri görürsünüz ekologiyanın qorunmasına görə? Hər hansı bir tədbirlər görürsünüz, yoxsa yox? Mənim COP29 və ekologiya ilə bağlı sizə tövsiyə etdiklərim bu qədərdir. Bundan da əlavə sizin məktəb üçün, məktəbin kitabxanasına belə bir kitab gətirmişik hədiyyə olaraq. Bu Liya Bayramovanın Uşaqlar üçün Yaşıl Biliklər adlı bir kitabdır. 6-cı sinifdən 11-ci sinifə qədərdir. Hətta 6-cı sinifdən aşağı siniflərdə bu kitabdan bəhrələnə bilərlər. İçərisində çox maraqlı məlumatlar var, hansılar ki, bunlar tədrisdə də yoxdur, amma bu yaxınlarda bu tədris məktəblərdə Təhsil Nazirliyi ilə artıq belə deyək ki, danışıqlar gedir. İnşallah gələcəkdə yəqin ki, bu tədrisə də qoşulacaq və burada olan belə deyim, həm şəkilli maraqlıdır, yorulmayacaq gözləriniz, ətraf mühiti qorumaq niyə vacibdir, nə üçün ətraf mühiti qorumalıyıq, sonra ətraf mühiti qorumaq üçün ekologiyanın zərər verməmək üçün nələr etməliyik, hansı addımları atmalıyıq, sonra heyvanların bizim təbiətdə rolu nədir, sular nədir, planetlər necə kömək edə bilərik. Düzdür, düşünürük ki, məsələn, bir ağac etdik, yəni bizim həyətimiz üçün etmişik. Amma siz onu böyük düşünməlisiniz ki, siz tək onu öz həyətiniz üçün yox, hava üçün eləmişsiniz, ekologiyanın qorunması və bu da hər bir yerdə sizin kimi biri bir ağac əksə, bütün planetə kömək eləmiş olacaq və planetimiz bizim qorunacaq. Və bu milyardlarla insanlara verdiyiniz testdə olacaq. Sonra organik olmayan zibillər var, məsələn, hansı ki, plastiklərdir, kartonlar, metallardır, şişələrdir və bunlar haqqında yenidən emal edilməyən tullantılar və onlar haqqında bu kitabda çoxlu məlumatlar var. Maraqlı olsa, afizavatlarınız üçün götürüb kitabxanadan oxuya bilərsiniz və həm özünüz üçün təcrübə toplamış olarsınız, həm ətrafınız üçün öyrəndiklərinizi sinif yoldaşlarınıza, dostlarınıza, qonşularınıza siz də deyə bilərsiniz və belə qədər məlumatı paylaşmış olarsınız. Məndən bu qədər. Sual deyim sizə, evinizə qonaq gələndə, kimsə gələndə, Aminə müəllimə qonaq gəlib məktəbimizə və sizlərə çox gözəl təlim keçəcək. İnanıram ki, siz bu təlimdən nəsə qazanacaqsınız. Bu sizin gələcəyiniz üçün lazımdır, sizin növbəti həyatda əldə edəcəyiniz uğurlar üçün lazımdır və həm də ölkəmiz üçün lazımdır. Nəyə görə? Səhvlərimizə yaşıl dünya naminə elə bir mövzu. Doğrudan hər zaman mən şagirdlərimə belə bir fikirləşirəm ki, uşaqların, şagirdlərin hansısa bir nadiciliyin qəbul edə bilirəm, amma yolda ağacı sındırmağı, hansısa bir təbiətə ziyan vurmağını qəbul edə bilmirəm. Çünki o ağac sən neyinir ki, onu sındırasan, təbiətə ziyan vurasan. Uşaqla nadiciliyi haradasa qəbul olunacaq bir səviyyədə ki, uşaq da nadiciliyi edə bilər, hansısa bir hal ola bilər. Amma o şeyləri qəbul etmirəm ki, bəli, uşaq təbiətə ziyan vursun. Hər birimiz dünyada bugün bir missiya olaraq bilməliyik ki, təbiəti qorumaq lazımdır. Elə bir vacib hiss olmalıdır ki, biz nə isə eləyək təbiətə. Ən azından ziyan vurmaq yox, təbii ki, bu olmaz. Təbiətə nəsə töhfə verək. Dünya bugün ekoloji problem üzrədir. Ən böyük problem su problemi. Digər, təbii ki, danışacaqlar, digər məsələlər. Yəni, bu məsələlərdə bizim öyrənməyimiz lazımdır. Ölkəmiz üçün, özünüz üçün, gələcəyimiz üçün. Uğurlar sizlərə İlqar müəllim, Aminə müəllimə. İnanırım ki, uşaqlarımız üçün çox faydalı bir təlim olacaq. İnşallah. Buyurun, uğurlar sizə. Və düşünürəm ki, bizim aramızda elə də müzakirəli şəkildə olacaq. Mən də sizdən nələrsə öyrənəcəm. Sizin də öyrəndiklərinizdən bizə hansısa bir nəsə götürəcək. Çünki dünən də başqa bir yerdə biz
Füzuli rayonunda seminar keçirdik və həmin seminarda olduqca çox gözəl, maraqlı şagirdlərlə sizin kimi tanış olduq və onların öyrəndiklərini gördükdə qürur hissi keçirdik ki, bizim məktəblərdə sırf ətraf mühitin qorunması ilə bağlı daha geniş informasiya var və təbiəti qorumağa sevən, meyilli olan gənclərimiz var. Bugün biz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bu layihəni biz həyata keçiririk. Bizim qeyri-hökumət təşkilatının adı Ekoloq, Ətraf mühitin qorunmasına yardım ictimai birliyidir. Mənim adım Aynurədir, Aynurə Miriyeva. Mən də sizin kimi bu məktəbi bitirmişəm, İmişli rayonundanam və bir saylı məktəbdə oxumuşam. Hazırda isə bu məktəbə gəlmək mənim özüm üçün də çox böyük qürur hissi verdi ki, burada gəlib bizim davamçılarımız olan siz gənclərlə biz müzakirələr eləyəcəyik. Layihəmizin adı Daha Yaşıl Azərbaycan üçün Gənc Nəsildir və bizim məqsədimiz odur ki, iqlim dəyişikliyi və dünyada olan mövcud ekoloji problemlərdən danışaq. Keçən il 2024-cü ildə Azərbaycanda bildiyiniz kimi çox böyük miqyaslı bir COP29 tədbiri keçirildi ki, hansı ki, bütün dünyadan Avropa ölkələrindən, ən böyük ölkələrdən bizim ölkəmizə səfər olundu və COP29 tədbiri keçirildi. Çox uğurla da başa çatdı bu tədbirimiz. Azərbaycanın iqlim hədəflərindən danışacağıq və siz gənclərin COP29-da irs olaraq davamlı hədəflərinizdən olacaq. Sizin üzərinizə düşən məsuliyyətlər nədir? Bundan danışacağıq.